Cəlilabad rayon Heydər Əliyev mərkəzində 28 may müstəqillik gününə həsr olunmuş dəyirmi masa təşkil edilmişdi. Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdiyini, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şuur səviyyəsinin, intellektual və mədəni potensialının yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Respublikası dünyada sayılıb seçilən beynəlxalq tribunalarda öz sözünü deməyə bacaran bir dövlətdir. Daha sonra müstəqillik günü haqqında videoçarx nümayiş etdirilmişdi. Tədbirdə digər çıxış edənlər 28 may müstəqillik gününün Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs etmiş və Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirmişlər. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.